Cəmiyyətin göz aydınlığı üçün bir iki şey almışam. Gəlin baxaq. Deyirəm bunu niyə belə mış kimi yeyirsiniz, dedirsiniz ki, bu hala niyə qoyursun? Bu mağaza artıq bir çoxunuz bilirsiniz ki, mənim sevimli mağazamdır. Bu bildiniz də nədir? Məndə bunun salat qabısı var idi. Gözüm qalmışdı bu necə deyim, taxtasında bunu da aldım. Sonra bu ayaqlı standı da aldım. Belə çay dəsmallarıdır, endirimə düşmüşdü. Dedim, ölməkdir, xırıldamaq nə deməkdir, day keçib. Görün nə gözəldir. Sonra bu da belə. Gəlin sizə baba bunu boşqabını göstərim. Allah, buna bax. İndi sual verəcəksiniz ki, həyətlə bunların nə əlaqəsi var? Özüm də bilmirəm, amma özümə gördüm, heç kim mənə mübarəkbazlıq eləmir. Dedim, özümə eləyim də. Oy, bilirsiniz ki, yenə də bu seriyadan da qarışdırıcı iri bir fincanım var. İçində xəmir də eləyirəm, başqa hazırlıqlar da eləyirəm. Bunun saxlama qabları da var, bunun yağ qabısı da var. Bunu da aldım da indi. Çəkilişlərdə məcbur, lazım olur da. Deyim, gündəlik istifadə edirəm, yox. Mən də çəkilişlər üçün belə estetik, gözəl, maraqlı, göz oxşayan şeylər alıram, sevirəm. Məndən asılı deyil. Bunda isə həyətimdə yetişən limonlardan bu qabda qəşəng bir təqdimat eləyəcəm. İnşallah onlar da yetişsin limonlar, videonu gözləyin. Payızda görüşərik. Çox qəşəngdir, hə? İndi buna baxaq. Bu da endirimdə idi. Bu da çay dəsmallarıdır, qəşəng rəngləri var. Biri belə, biri də belə. Keçmiş çay dəsmallarına oxşadı ya bunlar. Bugünkü alış-verişimdən bu qədər. Məni aparalar bu mağazanın yerləşdiyi məkana, özü də ən böyük mağazasına. Məni oradan çıxarana eşq olsun.